Bakı Avrasiya Universitetində ədəbiyyatımıza və mətbuatımıza işıq tutanlar adlı elmi-praktik tədbir keçirilib. Filologiya fakültəsinin təşkil etdiyi görüşdə Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Süleyman Sani Axundov və Üzeyir Hacıbəylinin Azərbaycan ədəbiyyatı və mətbuatındakı rolu müzakirə olunub. Tədbiri açan Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının müdiri professor Elmira Məmmədova Kekeç, klassik irsimizin öyrənilməsi baxımından bu cür görüşlərin əhəmiyyətinə diqqət çəkib. Ardınca professor Saadət Şıxıyeva İmaməddin Nəsimi və Seyid Əzim Şirvani ortaq ədəbi biçimlər mövzusunda çıxış edib. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Aygün Bağırova, Süleyman Sani Axundov və Uşaq ədəbiyyatı. Mətanət Vahid isə Seyid Əzim Şirvani irsinin tədqiq tarixi mövzularında çıxışlar ediblər. Nəzəridilçilik və Türk Dilləri Kafedrasının müdiri Zəminə Rüstəmbəyli, Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının dosenti Seyfəddin Altaylı mövzularla bağlı fikirlərini bölüşərək müzakirəyə töhfə veriblər. Bakı Avrasiya Universitetinin tələbəsi Zeynəb Ələkbərova, Həsən bəy Zərdabi mətbuatımızın banisi mövzusunda çıxışı ilə tədbir iştirakçılarının marağını qazanıb. Bakı Dövlət Universitetinin sabah qruplarından gələn tələbələr də müxtəlif təqdimatlarla müzakirəyə qoşulublar. Görüş, fikir mübadiləsi və sual-cavabla davam edib. Sonda xatirə şəkli çəkilib.